Bu mənim apardığım bu işlər ki var, bunlar hamısı həm Avropa məhkəməsi üçün, həm də gələcəkdə Haqa hərbi tribunal üçün materiallar da o biləsiniz. Mən burada bir hüquqşünas kimi İlham Aslanoğlu'nun da iştirakı ilə, hüquqşünasların iştirakı ilə bu işi belə analiz edib müzakirə edirəm ki, sabah bizim bu verişlərin linklərini Avropa məhkəməsinə müraciət edən zərərdidələr təqdim edəcəklər ora ki, buyurun bax, burada da müzakirə olunubdur, bu da bizim faktlarımız, sözümüz. Və mən də bütün bu materialları günlərin bir gün təqdim edəcəyəm Beynəlxalq Hərbi Tribunala ki, bax buyurun, bu zərərçəkmişlər məni yirdilər neçə vaxtı. Bunlara qulaq asan yox idi. Dövlət bunları saymırdı. Dövlət bunların haqlarını tanımır. Çünki Azərbaycanda dövlət adında bir çətə var. Çətə, cinayətkar təşkilat var. Biz o təşkilatı darmadağın dağıdacağıq. Sizin iştirakçınızla və sizin köməyinizlə. Hələlik biz İlham Əliyevə deyirik ki, İlham Əliyev, bir halda ki, sən saxta ya qeyri-saxta. Azərbaycan xalqı dözürdə sənə. Azərbaycan xalqı öz hərəkətsizliyi ilə səni legitimləşdiribdir. Prezident kimi qəbul edibdir. Zəhmət sən də öz vəzifəni icra elə. Azərbaycan xalqının başına bu oyunları, bu müsibətləri atsan, adamları cəzalandır. Sənin vəzifən budur. Hə, eləməyəcəksən, varın başqası qoyulacaqdır. Həmişə hazırdır. Amma biz indi xalqımıza hazırlamalıyıq. Öncə xalq bilməlidir ki, Tərtərdə həqiqətən nə baş verib. Siz yəqin ki, dünən eşitdiniz bizim zabit qardaşımız İseyevin çıxışlarını. Mən üzr istəyirəm sizdən bir aparıcı kimi, televiziyanın sahibi kimi. Mən o qardaşı saxlamadım, çünki saxlaya da bilməzdim. Mane olmadım, mane ola bilməzdim. Çünki adamın başına gətirilən müsibətlərə elə ancaq o boyda mədəni cavab vermək olar. Yoxsa da ürək partlayar. Özünüzü qoyun bir anlığa o adamların yerinə, gözünüzü yumun və çalışın ki, duyasınız. O adamların başına gətirilən müsibətləri hiss eləyəsiniz. Dırnaqlarınızı çıxadırlar, sonra tuz basırlar, sonra ora elektrik naqili bağlayıb bizə tok verirlər. Sonra üz istəyən hamınızdan dalınıza ayaq soxurlar, armatur soxurlar, reyka soxurlar, zorluyurlar, video çəkirlər, sula boğurlar, asırlar. Sizi istənilən halda təqib alçaldırlar. Sizi əski parçasına döndərirlər. Şəxsiyyətinizi əlinizdən alırlar. Bir-birinin cavan oğulları düz soyundurub bir-birə daya onları alçaldırlar, məhv eləyirlər. Mənəviyyatlarını sındırmaq istəyirlər. Özünüzü qonuların yerinə onda başa düşəcəksiniz ki, sizi də nə gözləyir bu ölkədə. Bir xalq olaraq əgər Tərtərdə baş verənlərə susacaqsınızsa, laqeyd qalacaqsa, bizim hamımızın başına Allah bu bəlanı mütləq gətirəcək, gətirməlidir. Bu toplumun başqa bir çıxış yolu yoxdur.